Minimum büdcə ilə maraqlı bir gün adlı vloqumuza xoş gəlmisiniz. Səhər tezdən durduq, kəkotlu çayımızı içdik və düşdük ki, dostum Əli bizi gözləyir. Bugün dostlarımızla birlikdə Göyçaya Nar festivalına yollanırıq. Pünhanı da Xırdalından götürəndən sonra düzəldik Şamaxı yoluna. Uşaqlar sağ olsun yol boyu konsert verdilər, Qobustana necə çatdıq bilmədik. Çox adamın tanımadığı, amma əslində çox gözəl göl mənzərəsi olan Qobulənd istirahət mərkəzinə düşdük, biraz şəkillər çəkdirdik, bir-birimizə belə romantik hədiyyələr bəxş elədik və təbii ehtiyaclarımızı qarşılayıb yola düşdük. Bu başımdakı sarmaşığı da Bakıya özümlə gətirib əkmişəm, biraz böyüsün, balkona dırmaşdıracağım. Bu yol nə vaxt getsəm mütləq şəkildə evdə yemək yeməmiş çıxıram, çünki səhər yeməyini həmişə Ağsu yolundakı bu yol qırağı kafeyə salıram. Yeməyin ləzzətindən danışmayacağam, çünki Bakıdan cəmi 1 saat yarımlıq məsafədədir. Tənbəl olmayanlar gedib özləri yoxlaya bilər. Saatlı yollarına vərdiş eləyən Pünhan Ağsu yollarında bizə kiçik çaplı adrenalinlər də yaşadırdı. Əsas o da hamının qarnı doyub və kef kökəlib başında yenə konsert davam eləyir. Hə dostlar, deyə görə yolumuza davam eləyirik. Göyçayın Bığır kəndində keçəndən sonra gəlib çatırıq festivalın keçirildiyi yerə. Maşını xeyli aralıda saxlamalı olduq, çünki kifayət qədər çox izdiham var idi. Mən axırıncı dəfə 10 il bundan qabaq Nar festivalında olmuşdum. Əminliklə deyə bilərəm ki, həmin vaxtı indikindən qat-qat səviyyəli və maraqlı təşkil olunmuşdu. Stendlərdə belə öz məhsullarını təqdim edənlər var idisə də, ümumilikdə bir pərakəndəlik yaşanırdı. Yəni biz Nar festivalı adı ilə getdiyimiz festivalda hər şeyi gördük. Hətta bəzi mebel brendlərinin də burada stendi var idi. Bu qədər insanın bura yığışması mədəni tədbirlərə ehtiyac olduğunu göstərir. Amma burada bir növ yarmarka atmosferi var idi. Papuqay satan kim, peraşki satan kim, festivala yaxın yerdə yaşayanlar da belə qapılarına öz məhsullarını çıxardıb satırdılar. Hikmətov yolları açırlar, burada bağlayıblar da. Mən dedim axı, yollar hamısı açıqdır. Nəysə, Əli ilə işimiz olmasın, o yenə öz ampulasındadır. İndi də gəlmiş o bazarına Göyçayın. Festivaldan çıxdıq açığı, festivalla bağlı çox da belə yüksək təəssüratlarımız yoxdur, amma narlar qəşəngdir satılanlar. Videoda bəlkə də tam böyüklüyü görünmür, amma bu narların hər biri təqribən yarım kilo gələn narlar idi. Ümumiyyətlə bazarda pis meyvə yox idi. Hətta turşusu, mürəbbəsi nə istəsəz tapa bilərdiniz. Bazarda da belə mini bir konsert təşkil eləmişdilər balacalar üçün. Biz də öz payımıza düşən narı aldıq. Mən aldığım nar 1 manat 50 qəpiklik nar idi, amma bunlar isə təxmini 8-9-10 manata qədər olan narlar var idi. Təbii ki, o boyda narın vətəninə gedib ayaqüstü nar soku içməsək olmazdı. Bu missiyamızı da tamamladığımıza görə yavaş-yavaş yığışlanıb geri qayıda bilərik. Bu qardaş da biz bazara gələndən bu yazığı nar bazarında sürüyür. Allah kömək olmuş, onu ət bazarına apar, nar bazarında nə iş var. Biz də yavaş-yavaş yola düzəldik. Yol üstü İsmaildə Qutab da idi. Ümumilikdə dostlar, adam başına maşını yanacağı da